Salam, bugün sizə 7-ci sinif biologiyadan kesilgə bir izahını verəcəm. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın. Başlayaq. Birinci suala baxaq. Bu alim bitkilərin ən kiçik quruluş vahidinin hüceyrə olduğunu qeyd etmişdir. Bu alim Matthias Schleidendir. Yəni olacaq A variantı. Orqan və orqanlar sisteminin funksiyasını öyrənir fiziologiya. Hansı canlıdan həm antibiotik istehsalında, həm də ekoloji problemlərin həllində istifadə olunur? Mikroorqanizmlərdən. Paleontoloqlar nəyi tədqiq edir? Paleontoloqlar qazıntı halında tapılan qalıqları, yəni canlını tədqiq edirlər. Yəni olacaq C variantı. 5. Hansı elm sayəsində cinayətdə təsdiqlənən şəxsi müəyyən etmək olur? Molekulyar biologiya ilə. 6. Verilən orqanizmlərdən hansı prokaryotdur? Prokaryot aid olacaq bakteriya. Yəni olacaq C variantı. Uyğunlaşdırmaya baxaq. Hüceyrə və orqanizmin kütləci artması, çoxalma, orqanizmin quruluşunun dəyişməsi, böyümə, özünə bənzər nəsil yaratma isə inkişaf. Burada hüceyrə və orqanizmin kütləci artmasına aid olacaq böyümə, orqanizmin quruluşunun dəyişməsinə aid olacaq inkişaf, özünə bənzər nəsil yaratmaya isə aid olacaq çoxalma. Yəni 1-də olacaq B, 2-də olacaq C, 3-də olacaq A. 8. Aşağıdakı canlılardan hansıları hüceyrə qılafının xarici hissəsi qalın hüceyrə divarından ibarətdir? Burada aid olacaq göbələk, yosun və bakteriya. Qalın hüceyrə divarı deyirsə, artıq hüceyrə divarı biz bilirik ki, heyvanlarda var. Yəni olacaq C variantı 1, 3, 4. Gəlin 9-cu suala baxaq. 9-cu sual uyğunlaşdırın. Bakteriya hüceyrəsində olmur. İrsi məlumatı daşıyır. Hüceyrənin daxili möhtəviyatıdır. Xüsusi funksiyanı yerinə yetirən hissəciklər. Deməli, burada bakteriya hüceyrəsində olmur nüvə, aid olacaq B. İrsi məlumatı daşıyır, aid olacaq xromosom, yəni A. Hüceyrənin daxili möhtəviyatıdır, sitoplazma. Hüceyrənin daxili möhtəviyatıdır, sitoplazma, D variantı. Xüsusi funksiyanı yerinə yetirən hissəciklər, orqanellər aid olacaq burada. Yəni olacaq C variantı. 10-cu suala baxaq. Plastidləri yazın. Sarı, narıncı, qırmızı olur. Xromoplastlar. Xromoplastlar. Günəş şüasını istifadə edib üzvü maddə yaradır. Xloroplastlar. Xloroplastlar. Onlarda ehtiyat qida maddələri toplanır. Leykoplastlar. Gəlin 11-ci suala baxaq. Orqanizmin çoxalmasında qametlər iştirak edir. Hansı cümlələr doğrudur? Doğru cümlələr istəyir bizdən. Yumurta hüceyrə və spermatozoid eyni ölçülü olub qamçıları var. Yanlışdır. Eritrositlər nüvəsizdir, disk şəklindədir, qan hüceyrələri. Doğru variantdır. On ikinci sual. Əgər hüceyrənin həqiqi ölçüsü 40 mikrometr olan cisim mikroskopda 4 cm görünür, böyütmə dərəcəsi nə qədərdir? 4-ü burada böləcəyik 0,4-ə, cavab eləyəcək 1000. Böyütmə dərəcəsi 1000-ə bərabər olacaq. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın.